Salam əziz tamaşaçılar. Bu videoda bundan önceki videonun formatındadır. Bunu kanalın tarixçəsi üçün çəkib hazırlayıram. Tapıntılar seriyasındandır. Bu qıfıldır. Çox güman ki 19-cu əsrdir. Rusiya imperiyasının ərazisində istehsal olunub. Zavod üsulu ilə istehsal olunmayıb. Bunu dəmirçilər döyürdü, hazırlayırdı. Üstündə görürsünüz ki, mis lövhəciklər var. Latun da ola bilər. Korroziyanın qarşısını alsın deyə əvvəllər bu cür texnikadan istifadə olunurdu. Maraqlısı odur ki, bu cür qıfıllardan təkcə Rusiya imperiyasının ərazisində deyil, həmin imperiyanın tərkibinə Azərbaycan da daxil olurdu. Skandinav ölkələrində də bu cür qıfıllardan dəmirçilər hazırlayırdılar. Elə də gedir adı Viking qıfılları. Eramızın 950-ci, 1050-ci illəri arasına məxsus bir neçə bu cür qıfıl tapılıb var müxtəlif şəxsi və dövlət muzeylərində, xarici ölkələrdə və ixtisaslaşmış forumlarda və yaxud resurslarda satılır. Mən bunu Şəki Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edəcəyəm, təhvil verəcəyəm. Bizdə də muzeydə olsun, insanlar baxsınlar, görsünlər. Korroziya çox ziyan vurub qıfıla. Daha çox təmizləmək istəmirəm. Çünki mən bunu daha çox təmizləsəm, daha çox ziyan vurmuş olacağam. İçində mexanizminə çoxlu 10 illiklər, bəlkə də 100 il boyu, 150 il boyu istifadəsiz qalandan, atılandan sonra torpaq qalıntıları var, birikimlər var, yığıntılar var, daş var. Müxtəlif kir elementləri var. Ona görə də bunu qoy mütəxəssislər təmizləsin. Onlar daha ehtiyatla davranacaqlar. Xüsusi fırçalarla, pinsetlərlə, başqa alətlərlə təmizləməyə çalışacaqlar. Dedim, sizə də nümayiş elətdirim. Hər birinizin muzeyə gəlib tamaşa etmək imkanınız yoxdur. Belə, bu qədər. Sağ olun, sağlıqla qalın.